Sizdə deyiləni eşidin. Deməli, alkadiyenlər uşaqlar ümumi formulu alkadiyenlər. Ümumi formulumuz olacaq CnH2n-2 uşaqlar və n böyükdür, bərabərdir 3 olacaq. Yadınızdadırsa biz alken keçəndə görürsünüz n bir dənə 2 qat rabitə var idi. Düzdür uşaqlar? İndi burada dn-də isə 2 dənə 2 qat rabitə olacaqdır. 2 dənə 2 qat rabitə olması üçün minimum neçə karbon olmalıdır uşaqlar? Baxın, 3 dənə karbon olmalıdır. İndi gəlin karbonun yanına hidrogenlərini də yazaq. H2, H2. Məsəl üçün, biz bunun alken formasını yazanda adına nə deyirdik? Propen. Düzdür? İndi burada nə deyəcəyik? Yenə də propadiyen. Ay, sağ ol. Propadiyen. Deməli, birinci nümayəndəsi olacaq C3, H neçə uşaqlar? 4. C3, H4. İkinci nümayəndəsi olacaq C4, H neçə? H6. İndi gəlin, ikinci nümayəndəsinin formulunu yazaq. İkinci nümayəndədə 4 dənə karbon olmalıdır. Düzdür uşaqlar? Baxıram, əvvəlcə 2 qat rabitəmizi, bax, belə formada yazırıq quruluşumuzda. Bəs başqa necə yaza bilərik? Baxın, görək. Bir də belə yaza bilərikmi? Yaza bilərik. Gəlin hidrogenlərimizi yazaq. H2, H, H2. Burada bəs necə yazacağıq? H2, H, H, H2. İndi bu maddəmizi gəlin adlandıraq. Adını deyin görüm necə deyərik adını? Kim deyər? Adı nə olacaq bu maddəmizin? Butadiyen neçə? Ay sağ ol. 1, 2. Niyə? Yenə də 2 qat rabitə hansı tərəfə yaxındırsa uşaqlar, o hissədən başlayıb nömrəliyirik. 2 qat rabitə baxın, birinci və ikinci, sonra da ikinci və üçüncü karbonlar arasındadır. İlk hansı karbonun nömrəsi gəlirsə, onun adını deyib, onun nömrəsini deyirik. Gəlin indi altdakı verilən maddəmizi adlandıraq. Bunun adı da olacaq butadiyen neçə? 1, 3. Çünki 1, 2, 3, 4. Birinci və üçüncü karbonlardadır. Yenə də burada uşaqlar tarixi trivial adlardan istifadə olunacaq. O zaman məsəl üçün deməli baxırıq. Bu radikalımızın adı nə idi? Vinil radikalı. İndi burada vinildən 2 dənə varmı? Bəli. Bu maddəmizə biz həm də divinil deyə bilərik. Divinil. Doğru. Bunu bildik. Uşaqlar, gəlin elə demişkən izomerlik formasından danışaq, sonra keçək digər xassələrinə, adlandırılmasına və s. alınmasına. Deməli, izomerlik onda başlayacaq neçənci karbondan sizcə? Neçənci karbondan başladı? 4-dən, yəni butadiyenden. Bax, bu izomerlik nə izomerliyidir? Vəziyyət izomerliyi. Deməli, karbon 4-dən, yəni butadiyenden başladı vəziyyət izomerliyi. Sonra var sinif arası izomerlik. Sinif arası izomerdir alkinlərlə. Alkinlərlə. Sadəcə alkinlərin ilk nümayəndəsi uşaqlar, bax, budur. Deməli, alkadiyenlərin birinci nümayəndəsi, yəni propadiyen, alkinlərin neçənci nümayəndəsi ilə sinif arası izomer olacaq? İkinci nümayəndəsi ilə. Ay, sağ ol. Alkinlərin ikinci nümayəndəsindən başlayaraq sinif arası izomerlik başlayır. Yaxşı. Sonra bəs hansı izomerlik olacaq? Quruluş izomerliyi. İndi uşaqlar, buna baxın. Tutaq ki, elə bax, butadiyeni yazdığımızı gəlin elə üzərində göstərək. Bax, butadiyeni tutaq ki, mən belə yazmışam. Butadiyendən necəsə şaxa çıxara bilərəm, yoxsa yox? Hansısa hissəsindən. Məsələn, gəlin bu formanı, gəlin baxaq görək. Bax, tutaq ki, 4 dənə karbon idi da, düzdür. Bura yazırdıq CH3. Aha. CH3 belə yazmışıq. Mən buradan şaxa çıxara bilərəm. Tutaq ki, gəlirəm bunu silirəm buradan. Hardan çıxara bilərəm başqa şaxə? Nə düşünürsünüz? Hə? Buradan? Yaxşı, bura CH3 yazdıq tutaq ki. Aha. Onda zəncir uzandı. Yenə butadiyen 1-2 oldu. Deməli, şaxa çıxara bilmirik birincidən. Bəs başqa nə eləyə bilərik? Baxaq görək. Yaxşı. Ay müəllim, gətirin buradan yazın mı CH3? Onda karbonun valentliyi neçə oldu? 5 oldu. Bu da mümkün olmadığına görə, deməli, quruluş izomerliyini biz butadiyenden başlaya bilmirik, uşaqlar. Quruluş izomerliyi başlayacaqdır pentadiyenden. Gəlin, baxaq görək, indi mən pentadiyenə izomer necə yaza bilərəm? Məsəl üçün, pentadiyen yazıram.
Aha. Baxın uşaqlar, bu oldu bizim pentadiyen neçəmiz? 1, 3, düzdürmü? İndi mən gəlin bunu belə yazım. Baxın. İndi radikal gətirib buradan çıxara bilərəmmi? Çıxara bilərəm. Ay, sağ ol. Yazıram. CH3, 2 qat rabitə CH2. Gördünüz? Yarandı pentadiyenin izomeri. İndi gəlin bunun adını deyək. Adlandırmanı da həm də öyrənmiş olaq. Yenə də 2 qat rabitə hansı tərəfə yaxındırsa oradan nömrələyəcəyik uşaqlar. Amma burada indi bir şey var. Axı bizim radikalımız da var. 2 qat rabitə buradan da birinci karbondadır, buradan da birinci karbondadır. Bəs onda hardan nömrələyim? Bax uşaqlar. Seçdim uzun zəncirimi, seçirəm, gətirib buradan nömrələyəcəm. Niyə buradan? Çünki artıq burada ikinci karbonda metil radikalı var. Düzdürmü? 2, 3, 4. Adı olacaq nə? 2 metil butadiyen 1, 3. Doğru. 2 metil butadiyen 1, 3. Uşaqlar, bu maddənin də digər adı olacaq izopren. İzopren. Ümumiyyətlə, alkadiyenlərdə biz əsas nəyə öyrənəcəyik? Butadiyen, izopren, klorpren. Yəni, bundan əsas bizim suallarımız fırlanacaq bax bu maddələrin üzərində. İzopren də pentadiyenin olduğu nə izomeri? Quruluş izomeri uşaqlar. Başqa hansı izomerlik forması var? Təbii ki, cis-trans izomerlik olacaq uşaqlar. Bir də optik izomerlik olacaq. Optik izomerlik olacaq. Yenə də izomerliyin hansı formasına rast gəldik? Vəziyyət, quruluş, siniflər arası alkinlərlə, sonra optiki, bir də həndəs izomerlik, cis-trans izomerlik. Bu oldu adlandırması və izomerliyi. Gəlin, indi yenə hibrid orbital, qeyri-hibrid orbital bura baxaq. CN-H2-2. Hə, əvvəlcə gəlin 2 qat rabitənin yerinə görə baxaq, sonra baxaq hibrid orbital və qeyri-hibrid orbital sayına. Uşaqlar, 2 qat rabitə dedik ki, mütləq 2 dənə 2 qat rabitəsi olmalıdır. 2 qat rabitənin yerinə görə alkadiyenlər bölünür. 1. Kumilə olunmuş. Kumilə olunmuş. Kumilə olunmuş nə demək uşaqlar? 2 qat rabitə, baxın, yan-yana karbonlarda olur. Mütləq yan-yana karbonlarda olacaqdır. Məsələn, bu maddənin adını yazsaq, bu 1, 2, 3, 4. Bu olacaq butadiyen 1, 2. Hansı forma? Kumilə olunmuş forma. İndi kumilə olunmuş alkadiyenlərdə gəlin hibridləşmə vəziyyətinə baxaq. Görək hibridləşmənin hansı formasını görürük. Baxaq görək hansı formasını görəcəyik. sp2. Düzdür. Bəs burada nə olacaq? sp. Çünki bir karbona 2 dənə uşaqlar bir rabitə birləşib. Görürsünüz. Bəs burada hibridləşmə vəziyyəti nə olacaq? sp2. Bu karbon isə sp3. Deməli, kumilə olunmuş alkadiyenlərdə biz həm sp, həm sp2, həm də sp3 hibrid formasında olan karbon görürük. Neçə dənə sp? 1 dənə sp, 2 dənə sp2, indi sp3-də nə qədər olsa. Qalanları olacaq sp3. Gəldik ikinciyə. İkinci olacaq uşaqlar konyuqa olunmuş. Konyuqa olunmuş deyəndə nə deməkdir konyuqa? Biologiya oxuyanlar bilər. Konyuqa isə nə deməkdir? İndi biz konyuqa olunmuşa həm də qoşulmuş deyəcəyik. Qoşulmuş. Qoşulmuş nə deməkdir? Buna baxın. Elə butadiyenindən yazdım nümunə olaraq. Məsələn, CH2, 2 qat rabitə CH, CH 2 qat rabitə CH2. Elə bilin ki, bu vinil, baxın, bu vinil deyir bunlar. Bunlar bir-birinə bir dənə tək qat rabitə vasitəsilə. Konyuqa olunmuş alkadiyenlərdə, bax bu 2 qat rabitə, görürsünüz bu vinil radikalları nə ayırır? Bir dənə sigma ayırır. Ortada bir dənə sigma ayırırsa bu olur konyuqa olunmuş. İndi gəlin üçüncüyə baxaq. Üçüncüdə olacaq uşaqlar izolə olunmuş. İzolə olunmuş nə deməkdir? Təcrid olunmuş. O zaman belə olacaq quruluş. Gəlin baxaq. Deməli, 2 qat rabitə birləşmiş karbonları ən azı minimum 2, görürsünüz, bax, 1, 2 və 2-dən daha artıq, ən azı 2, 3, 4, neçədən olarsa, indi bax, yazıram belə, bax, belə yazdım. İndi bu birləşmədə neçə dənə tək qat rabitə ayırdı? Bir baxın görək. 2 qat rabitəli karbonları, 2 qat rabitəlilər hansılar idi? Deyib, bunlar idi da, düzdür.
Bunları 3 dənə tək qat rabitə ayırdı. Bu da oldu necə? İzolə olunmuş. Başa düşdünüz uşaqlar bunda quruluşunu. Deməli, iki qat rabitənin yerinə görə kumulə olunmuş, konjuqə olunmuş, izolə olunmuş forması olur. İndi uşaqlar, SP hibridləşmə vəziyyətinə biz onda hansında rast gəlirik? Sadəcə kumulə olunmuşda. Gəlin konjuqə olunmuşda hibridləşmə vəziyyətinə baxaq. SP2, 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 SP2. 4 dənə SP2 olacaqdı. Yerdə qalanlar hamısı olacaq nə? SP3 əgər varsa. Və yaxud burada baxıram. Yenə də SP2, SP2, bunlar SP3. Düzdürmü? Bu da olacaq SP2, SP2. Yenə də 4 dənə SP2 hibrid formasında olan karbon atomu var. Gəlin indi hibrid orbitala baxaq. Hibrid orbital sayını necə hesablayırdıq? 4n-2 pi. Alkadenlərdə neçə dənə pi rabit olmuş oldu? 2 dənə. Onda bunun sayı olacaq uşaqlar 4n-2 vur 2, 4. Bu oldu nə sayı? Hibrid orbital sayı. Qeyri-hibrid orbital sayı deyirdik hidrogen sayı. Yəni 2n-2 üstə gəl 2 pi. Onda bu da olacaq neçə uşaqlar? 2n üstə gəl 2. Çünki bütün alkadenlərdə 2 dənə pi rabitə var. Başa düşdük. Açıq quruluşlu olduğuna görə alifatik quruluşların hamısında deyirdik karbon-karbon arası sigma. Və neçə olacaqdı? N-1. Amma uşaqlar, qeyri-polyar sigma yenə də desəydi N-1. Amma ümumi sigmanı soruşsaydı karbon-karbon arası ümumi sigma. Karbon-karbon arası ümumi sigmaya estağfurullah. Ümumi qeyri-polyar. Bu piləri də hesablayacaqsınız. Piləri də hesaplamış hesablayacaqsınız həmişə, mütləq. Bəs yaxşı, polyar rabitə nədir? Polyar rabitə həmişə, baxın, əgər halogenli törəmə deyilsə, hidrogenin sayıdır və yaxud karbohidrogenə digər element atomları da birləşdiribsə, hidrogenlə onların sayı birlikdədir. Başa düşdük bunu? Yaxşı. Bura qədər sualınız yoxdur. Gəldik fiziki xassələrinə. Fiziki xassələri uşaqlar, deməli, propadiyen karbon 3, sonra gəlir karbon 4. Yəni, butadiyen 1-2, butadiyen 1-3 fərqi yoxdur hansı. Bunlar olacaq qaz halında. Bir də izopren olacaq uşaqlar uçucu maye. Uçucu maye. Aha. Bunları bildiniz və salam sizə kifayət eləyəcək. Yenə də molyar kütləsi artdıqca qaynama temperaturu artacaq, izomer sayı artacaq. Uşaqlar, bunları isə siz bilirsiniz. Gəlirik nəyə? Gəlirik bunların alınmasına. Deməli, uşaqlar, baxın, tutaq biz nə deyirdik? Deyirdik ki, tutaq ki, monohalogenli törəmədir. Monohalogenli törəməyə, tutaq ki, belə bir quruluşumuz var bizim. Buna biz kalium OH-ın spirtdə məhlulu ilə təsir eləyəndə nə alınırdı? A, kalium flor su, bir də alken. Bir dənə pi rabitə. İndi uşaqlar, bizim halogenimiz 2 dənə atomdadır. Dihalogenli törəmədir. Yenə də həmin o halogen birləşən karbonlarla onun yanındakı karbon arasında 2 qat rabitə yaranır. Baxaq görək nə alınacaq? Alınacaq CH2. Yenə də baxın, bunlar çıxacaq. Təbii ki. Alınacaq CH2, CH, qat rabitə, CH2. Deməli, əmələ gəldi 2 dənə pi rabitə. Fərq nə oldu? Dihalogenli törəmə olanda 2 dənə pi rabitə əmələ gəlir. Monohalogenli törəmə olanda 1 dənə pi rabitə əmələ gəlir. Məsəl üçün, indi gəlin baxaq görək. Bəs belə olsaydı, buna baxın, CH2, CH2 xlor. Üzərinə gəlmişəm, natrium OH-ın spirtdə məhlulu ilə. Nə əmələ gələr burada? Propadiyen, CH2, 2 qat rabitə C, 2 qat rabitə CH2. Yenə natrium klorid və su. Bu oldu alınmasının bir üsulu, laboratoriyada alınmasının bir üsulu. Digər bir üsul, uşaqlar, məsəl üçün CH3, CH2, CH2, OH. Dehidratlaşdırırdıq. H2O çıxarırdıq. Nə alınırdı buradan?
Alkin, ay sağ ol. Həmin OH birləşən karbonla yanında ən az hidrogen olan karbon arasında. Düzdür? İndi gəlin baxaq görək. Bəs bizim 2 dənə OH-ımız olsa nə olar? 2 dənə OH olsaydı nə olardı? Yenə də eyni qayda olacaqdı. Aha, baxaq. Deməli, CH2OH, CH2, CH2, CH2OH. Dehidratlaşdırıram, yəni su çıxarırıq. Neyniyəcək? Yenə də OH birləşən karbonlarla onun yanındakı karbon arasında 2 qat rabitə yaranacaq. Alınacaq CH2 2 qat rabitə CH, yenə CH 2 qat rabitə CH2. Fərq nə oldu? Alken alınanda bir dənə OH idi, alkaden alınanda 2 dənə olmuşdu. Bu da digər alınma üsulu. Gələk uşaqlar, indi bir də nəyə? Bir də sənayedə alınma üsullarına. Sənayedə alınma üsullarından ən asanı, məsələn, C4H10 dehidrogenləşmə. 2 mol hidrogen çıxarmaqla alınacaq C4H6. Digər bir alınma üsulu olacaq uşaqlar, deməli, Lebedev reaksiyası. Ən məşhur reaksiya əzbər bilinəcək. Əzbər. Katalizator iştirakı ilə qızdırılma şəraitində, deməli, burada həm dehidratlaşma, həm dehidrogenləşmə gedir. 2 mol spirt götürürük təbii ki. Alınacaq butadiyen 1,3. CH2, CH, CH, CH2. Üzərinə gəldik su, üzərinə gəldik hidrogen. Bu da oldu hansı reaksiya? Lebedev reaksiyası. Bunu da əzbər öyrənəcəksiniz. Bu da oldu sənayedə alınma üsulları uşaqlar. Alınma üsullarında dedik və son olaraq gələk kimya bu hadisələrinə. Alkadiyenlərdə də pirabitə var, düzdürmü? Pirabitə varsa nə edir? Bromu birləşmə reaksiyasına girəcək 100%. Deyirdik alkenlərdə bir dənə pirabit olduğuna görə birin birə birləşmə reaksiyasına girirdi. Alkadiyenlərdə isə 2 dənə pirabitə var. Onda bu neçənin neçəyə gələcək birləşmə? 1-in 2-yə mol nisbətində birləşmə reaksiyasına daxil olacaqdır. Bu bir. Sonra bromlu suyu, kalium permanganatlı suyu rəngsizləşdirəcək pirabitəsi varlığına görə. Bir də nə edəcək? Polimerləşəcək və yanacaq. Bunlar oksigində yanacaq. Oksigində yanma reaksiyasını yazsaq, CnH2n-2 üzərinə gəldik oksigen. Burada nə alınacaq uşaqlar? N mol karbon qazı, üzərinə gəldik N-1 su. İndi oksigenin qarşısına nə düşəcək? 3N-1 bölünsün 2. Bu da oldu ümumi yanma reaksiyası. Yaxşı, indi gəlin baxaq, görək birləşmə reaksiyaları necə gedəcək. Ən önəmli olan birləşmə reaksiyalarıdır. Uşaqlar, tutaq ki, götürmüşəm. Bunun adı nə oldu? Divinil və yaxud butadiyen 1,3. Uşaqlar, üzərinə gəlmişəm, tutaq ki, xlor 2. Nə baş verəcək? Əgər temperatur 40 dərəcədən böyükdürsə, 2 qat rabitələr qırılacaq. İkisi də qırılır əvvəlcə. Sonra biri keçir ortaya. Halogenin biri birləşir 1-ci karbona, digəri də birləşir uşaqlar 4-cü karbona. Onda nə olur? Deməli, 1, 4 dixlor, buten 2 olur. 1, 4 dixlor, buten 2. Bunu sizə müxtəlif formalarda verər. H-klor gələr üzərinə, hidrogen gələr və s. Fərqi yoxdur. Əgər temperatur 40 dərəcədən böyükdürsə, 2 qat rabitələr qırılır, 2 qat rabitəni biri keçir ortaya və kənarlara birləşir maddələr. Yox, əgər tutaq ki, xlor gəlmişik, temperaturumuz 0 dərəcədən aşağıdırsa uşaqlar, bu zaman nə olur? 2 qat rabitənin biri qırılır, məsələn, axırdakı qırıldı. Halogen gəlib birləşəcək həmin o qırılan tərəflərə. Bu nə zaman olur? 0 dərəcədən aşağı olanda. Onda 3-4 vəziyyət. Daha doğrusu, deməli, 2 qat rabitə tərəfdən baxın, buradan nömrələyəcəyik. 1, 2, 3, 4 olur. 3, 4 dixlor, buten 1. Bu fərqi bildiniz. 40-dan böyük olanda 2 qat rabitə keçir ortaya. 1, 4 vəziyyətə birləşir. 0-dan kiçik olanda kənardakılardan biri qırılır. Həmin ora birləşir elementlər. Başa düşdünüzmü bunu? Bunu bildik. Gələk sonra uşaqlar, deməli, digərləri asandır. Bir dənə bunu biləcəksiniz. Cn H2n-2. Tutaq ki, üzərinə 1 mol hidrogen gəlmişir uşaqlar. Nə olar onda bu? Cn H2n. Çevrilər olar alken.
Üzerine 2 mol hidrogen gelmişik. Onda ne olacak? Sen H2N plus 2 alkan. Bu oldu bunun birleşme reaksiyaları. Ve tabii ki hidrogen sayı arttıkça burada hibrid orbital sayı da artacaktır. Bir de uşaqlar gəlirik polimerləşmə reaksiyalarına. Məsəl üçün butadiyen 1,3 polimerləşir. Yenə polimerləşəndə də iki qat rabitələr əvvəlcə qırılır uşaqlar, qırıldı. İki qat rabitənin biri keçir ortaya, keçdi. Alınır burada CH2, CH, CH, CH2. Bu oldu deməli butadiyen kauçuku. Butadiyen kauçuku. İndi sizcə butadiyen kauçuku bromlu suyu rəngsizləşdirərmi? Bəli, bir rabitəsi var, rəngsizləşdirəcək. Siz kauçuklardan 3 dənəsinin formulunu əzbər öyrənəcəksiniz. 3 dənə kauçukun formulunu əzbər öyrənəcəksiniz uşaqlar. Çünki əsas düşür, yəni bunlar çox istifadə olunur. Ümumiyyətlə, kauçuk deyəndə alka deyənləri nəzərdə tutacaqsınız. Biri oldu butadiyen kauçuku. Digər olacaq uşaqlar izopren kauçuku. İzopren kauçuku da nədən əmələ gələcək? Təbii ki, izoprenlə. İzoprene biz təbii kauçuk da deyəcəyik. Niyə? Çünki hevey ağacının şirəsində var. Yenə də iki qat rabitə qırılacaq uşaqlar. Hara keçəcək? Ortaya. Düzdürmü? Aha. Və belə davam edəcək zəncir. Bu da oldu nə? İzopren. İzopren və son olaraq var xlorpren. Gəlin xlorprenin də bir dənə beynəlxalq adına baxaq. Ondan sonra kauçukun formasında yazaq və salam. Əli, xlorprenin, indi bax bunun adına xlorpren deyirik, amma sən bunun bizə beynəlxalq adını de. De görüm. Aha, hardan nömrələyəcəm? Buradan 1, 2, 3, 4. Adı nə olur? Yox, əvvəlcə xlorun yerini deyirsən. 2 xlor, ay sağ ol, butadiyen, 1, 3. Düzdür uşaqlar? Bunun digər adı olur xlorpren. İndi xlorpren kauçukuna baxaq. Yenə də nə olacaq? İki qat rabitə qırılır, keçdi ortaya, keçsin, bundan işimiz yoxdur. Qalan hər şey qalır öz yerində uşaqlar. H2, H, H2. Bu da oldu nə? Xlorpren kauçuku. Bu yazdıqlarım hamısı uşaqlar kauçuklardır. Kauçuklar bromlu suyu rəngsizləşdirir. Kauçukların kükürtlə reaksiyası adlanır vulkanlaşma reaksiyası və bu zaman əmələ gəlir rezin. Əgər kükürdün miqdarı çox götürülərsə uşaqlar əmələ gələcək ebanit. Harada istifadə olunur kauçuklar? Sizcə adından görünür. Harada istifadə olunur? Rezin alınması, ebanit alınması, kauçukların istehsalı. Bunlar hamısı alkadenlərin tətbiqidir. Və salam, dərsimiz bu qədər. Kimin sualı? Və təyini necə olacaq? Sizcə təyini? Bəli, bromlu suyu rəngsizləşdirir, kalium permanganatlı suyu rəngsizləşdirir. Birləşmə reaksiyasına necə